Düşünmürəm ki, Avropa İttifaqı qoşunları aktiv döyüş əməliyyatlarında iştirak edəcək. Əksinə, bu cəbhə xəttinin arxasında olacaq. Bizimkilər hələ də cəbhə xəttində olacaqlar, hələ də öləcəklər və hər şey bitəcək, bilmirəm. Əgər optimistəmsə, onda Putinin ölümü ilə və ondan sonra Rusiya hökumətində dəyişiklik ola bilər. Hələlik Trampın addımları ilə müharibənin növbəti il yarım ərzində belə tezliklə bitəcəyini sanmıram. Düşünürəm ki, nəticə etibarilə bu daha çox Putinin qərarından asılıdır. Çünki biz Avropa liderləri ilə nə istədiyimizi, necə istədiyimizi qərarlaşdıra bilərik. Amma yenə də başqa bir tərəf var. Mən demirəm ki, biz Rusiya ilə razılığa gəlməliyik. Sadəcə olaraq bu həqiqətən də onun qərarından asılıdır. Avropanın ordumuzun 800 min əskərdən ibarət olmasını dəstəkləyəcəklərinə söz vermələri maraqlı bir fikirdir. Amma müharibənin bütün əvvəlki illərinə əsaslanaraq xarici qoşunların haradasa yerləşdirilməsi ehtimalına şübhə edirəm. İstəyililər koalisiyası şəxsən Putinə qarşı müstəsna bir şey etməsə, heç nə baş verməyəcək. Qoy bizə silah versinlər. Onsuz da qorxurlar. Məsələ də elə bundadır. Bilirəm ki, onlar artıq silah verir və satırlar. Amma yenə də öz xalqları yox, bizimkilər ölür. Əgər onlar həqiqətən bizə kömək etməyə başlasalar, hər şey yaxşı olacaq.